bir insan barəsində dua eləmək, məsələn, yaxın olmaq ehtiyac yoxdur. Elə məsəfi olaraq insan əlini birləşdirir bu şəkildə dua eləsə və yaxud da ki, heç dua bilmirsə, yaxşı bir pozitiv sözlərdən istifadə eləsə, kifayətdir ki, o birincisi özünə, öz dövriyyəsinə daxil olur. Sonra daxil olsa orada qalmır, axı baş titrəşmə çevrilir. Titrəşmə çevrilsə yenə də onun üçün titrəşim üçün daha doğrusu məsafə yoxdur. Ya santimetr, 1 metr, kilometr belə bir şey yoxdur. O titrəşim işıq sürətindən də sürətli ki, heç onu hesablaya da bilmirlər ki, o hansı sürətdir. Bir dəfə dövrəyə bilir ki, insanın özünə qayıdır təzədən, yəni bu pozitiv. Ona görə də pozitiv dua eləmək və xüsusi məclislər ki, var, biri üçün dua eləmək ki, yığışıb məclislər dua edirlər. Ona görə o anda belə, yəni bütün biz bilən və bilməyən şəkildə, biz görməyən bir tərəflərə təsir qoyub, yenə də həmən yerə qayıtmalı olur. Çünki biz hədislərdə işləyirik ki, dua məclisləri olan yerlərə belə deyiblər, nəql ediblər ki, ora mələklər gələrlər. Yəni, indi o tərəfi ki, şəhər tərəfidir ki, onu söz biz eşitmişik ki, təkrar elədik. Bu tərəfi onun oldu ki, nuraniyyət insanın, həmən o nuraniyyət insanın düşüncəsi ilə bağlıdır. Yəni, insanın şuuru ilə bağlıdır, insanın fizioloji durumu ilə bağlıdır, onun mətn deyinkası ilə bağlıdır.